$100 ilə ticarət edərək milyonluq marka qururam gün 2. Bildiyiniz kimi birinci gün ancaq reklama odaqlandıq və kreativ hazırlayıb reklama çıxdıq. Saat 21:47 ilk sifarişimizi aldıq. Yenə ayın 6-sıdır, bəli. Gecə reklama çıxdıq, ilk sifarişimizi indi almışıq. Amma hələ vaxt var, reklam gedir, görək. Mesajlara cavab verirəm. İndi bayaq 5 dənə opsi sifariş aldıq. Heç üçün görək 6-cını ala bilirik. İndi bizim 170 manat büdcəmiz var. Opsi 48 azayın reklama pul xərcləmişik. Və bizim 6 dənə sifarişimiz oldu. 6 dənə sifarişin də mayası 57 azayın idi. Və Opsi bizim məhsullarımızın satış qiyməti ilə bir yerdə 174 manatlıq satış eləmişik. Hesablamalarıma görə kassaya 238 manat 84 qəpik pul qayıtmalıdır. Deməli dostlar, sənə saat 8 işləyib və ayın 9-udur. Gələm malları kuryerə verməyə. Bir nəfər 2 dənə zakaz edib, bir daha 4 dənə 5 dənə ofis sifarişli, bir dənə də rayon olmalıdır, indi pul atmalıdır. Sənə 8-in yarısıdır, biz saat 8-ə kimi kuryerə çatdırmalıyıq, amma mənim qanunumda həmişə gecikmək olduğu üçün ona görə çatdırmaq biraz mümkünsüz olacaq və hava da biraz yağışlıdır. Yəni çox demirəm. İlk 5000 hədəfimiz 5000 aylıq ciro eləməkdir. $100 büdcə üçün 5000 aylıq ciro, yəni çox ideal bir rəqəmdir. Ona görə mən belə fikirləşirəm ki, eləyə bilərik.